Verilişin sponsoru Tam Store Marketler şəbəkəsi. İller boyu hasretini duymaz oldum. İller boyu kederini bölmedim de. Çok vaxt güldün ağlayarak için birce sözle gözyaşını silmedim de. Soyuqluğum buz olanda yanağında, nefesimle başkasını hissetmişim. Bensiz tenha yaşadıkça otağında, ben de seni bir otağda yitirmişim. Hiç bilmirdim hasretimle yüreğine, hasretimin demezine yaşasıram. Hiç bilmirdim özüm sana yad oldukça, senin içinde yavaş yavaş yaklaşırım. Soyuqluğum buz olanda yanağında, nefesimle başkasını hissetmişim. Bensiz tenha yaşadıkça otağımda, ben de seni bir otağda bitirmişim. Minnətdaram Elnur, bu gözəl ifaya görə. Minnətdaram. Ruhu şad olsun bizim sənətkarımızın, Aygün bəylərin, Respublikanın əməkdar artisti. Bizim gözəl bacımızın ruhu şad olsun. Xoş gəlmişsiniz hər biriniz. Mən bir-bir sizi təqdim edəcəm. Keçin ələşin Elnur. Sabahınız xeyir olsun dostlar, sabahınız xeyir olsun. Azərbaycan xalqı. Biz efirdəyik, gəlmişik. Biz səhər görüşlərindəyik. Onun için de hər birinizi səhər-səhər xoş gördük. Və təbii ki, artıq ilk nəğmədən də gördünüz ki, bugün verilişimizi bütövlükdə həsr eləmişik. Bizim sənətkarımız, elimizin sənətkarı, gözəl ifaçı, gözəl müğənni, gözəl ana, gözəl dost, mərd xanım. Nə qədər danışa bilərəm, inanın onun haqqında. Ən əsası Azərbaycan xalqının sevimli sənətkarı, Respublikanın əməkdar artisti Aygün bəylər. Bəli, Aygün bəylərin bugün 50 yaşı tamam olur. Sağ olsaydı 50 yaşı tamam olacaqdı. Amma inanın ki, elə düşünürük ki, elə o sağdır, yanımızdadır. O heç zaman ruhen dünyasını dəyişdi. Ama bizim için o heç dünyasını dəyişmədi ki. O bizim için her zaman yaşayacaq. Ruhun şad olsun gözəl bacım. Və onu bugün yada salacaq. Onun nəğmələri, oxuduğu nəğmələr səslənəcək. Onun repertuarından olan ən gözəl mahnıları bizim verişdə eşidəcəksiniz. Qonaqları dərhal təqdim edəcəm və mən başlamaq istəyirəm onun gözəl gül balasından. Mənim əzizim,
Xoş gəlmisən, gözəl qızım. Çox sağ olun. Mikrofonu götür zəhmət olmasa. Bağışlayırız, mən daha öyrəşməmişəm. Bəli, gözəl sənətkarın yeganə gül balası bizim bugün qonağımızdır. Mən o qədər kövrəlmişəm, inan danışa bilmirəm. Sən xoş gəlmisən. Bura sənin öz evindir. Nə zaman ürəyin istədi, nə zaman ana haqqında nəsə danışmaq istədin. MTV kanalı sənin, necə deyim, qapısı açıqdır sənin üzərində. Biləsən bunu. Buyur, xoş gəlmisən. Çox sağ olun, çox şadam ki, sizin kimi belə tanışımız var. Çox şadam ki, burada bugün otura bilərəm. Çox xoşuma gəldi. Mən da içimdə saxlaya bilmirəm. Çox gözəl oxudunuz. Həm də belə mahnı bilinir ki, məna ilə oxudunuz. Hətta değişdiniz, baş qəhrəmanı, ikinci qəhrəmanı elədiniz. Çox gözəl idi. Mən həqiqətən çox xoşuma gəldi. Təşəkkür edirəm əzizim. Elnur, xoş gəlmisən, sənətkar. Təşəkkür Nə yaxşı ki, edirəm. bugün gəlmisən, nə yaxşı ki, bu verilişi bugün Var olun. ərsəyə gətirmişik və buyur. Var olun. Mən hər kəs salamlayıram. Mən də çox şadam ki, bugün bizim bugünə qədər əl çatmaz olan Cananımızla bir verilişdəyik biz. Canan bizim həqiqətən də əziz dostumuzun yadigarı, əziz dostumuzun gözəl balasıdır və çox da istedadlı balasıdır. Ya bu Cananın 5-6 yaş olandan biz Canana belə həsədlə baxardıq ki, bu uşaq nə qədər istedadlıdır. Bəli. Günlərin bir günü Rüstəm, salamlayıram Rüstəmi də. Rüstəm, mən Aygün xanımgildəyi bir proje üzərində çalışırıq. Bu moment Canan girdi otağa. Bizə dedi, Elnur, Rüstəm, bir dənə qulaq asın. Canan, gəl otur royal arxasına. Canan Fikrət Əmirovun bir gözəl əsərini çaldı. Rüstəm də məndə belə elədi. Belə baxdıq, həqiqətən də o qədər istedadlı balamızdır. Sözsüz ki, qan o söz deyir. Başqa cür ola bilməz ki, onu Bəli, deyəcəyim. əlbəttə başqa cür ola bilməz. Və çox sevinirəm ki, Aygünümüz, yəni biz elə bir sahə insanlarıyıq ki, elə bir sənətin insanlarıyıq ki, bir dəqiqə başımızı qaşımağa vaxtımız olmur. Yəni onunla da yanaşı Aygün o qədər gözəl övlad böyüdü, o qədər savadlı və o qədər istedadlı və Aygünün də deyərdim ki, hər dəqiqə yanında olan və övladının deyərdim ki, hər dəqiqə yanında olan Aygün elə canı, ciyəri, bacısı Aynurdur. Aynura da mən Aynur da təşəkkürümü salamlayıram. bildirirəm. Əziyyət çəkib səhər-səhər, sabah-sabah. Bəli. Bəli. Aynur özü də buradadır, amma Aynur efiri sevmir deyənə Hə, ona mən nə görə qədər dedim ki, Aynur xanım, bəlkə bir-iki kəlmə dedi, yox. Aynur Mən sevmir. dedi, efirə Aygün çıxırdı. Bəli. Aygündən sonra onun balası var. Bəs Bəli, heç inan ki, balası da inan, yəni belə həm vaxtla əlaqədar, həm belə heç o da efiri sevməz. mən o qədər minnətdaram sənə. Elnur, icazə ver mən sənə təşəkkür edeyim. O qədər minnətdaram ki, bu səhər-səhər Cananı gətirmisən, mən balamı gətirmisən bura. Aygünümün gözəl balasını gətirmisən və mən inanıram ki, bizi izləyirlər, tamaşaçılar bizə baxır və hər kəs Aygünə rəhmət oxuduğu kimi bizim də ölənlərimizə rəhmət oxuyur. Vallahi inan. Çünki hər kəs istəyir, çoxdandır. Bilirsən, mən çox istəyirdim ki, Aygünə bir veriliş həsr eləyim. Bilirsən ki, indi düzdür, mövsümün elə vaxtıdır ki, yaydır. Biz yeni mövsümə hazırlaşırıq, yeni mövsümdə başlayacağıq. Amma çox istəyirdim həsr eləyim verilişi. Müəyyən səbəblər oldu ki, mən indi biraz sonra o haqda danışacağım burada. Çox da getmədim üzərinə ki, Aygünə veriliş həsr eləyim. Bilirdim 50 yaşı olacaq. Ümid eləyirdim ki, biz 50 yaşı burada qeyd eləyəcəyik. Amma nə gözəldir, Allah hamının ürəyinə görə versin. Mən də çox istəyirdim gözəl dostumu, gözəl bacımı yad eləyim 50 yaşında. O da mənə qismət oldu. Ona görə də Leyla, xoş gəlmisən. Üzürlüsən, sağ ol. O qədər ürəyimiz doldu İkimiz də o gözəl qədər danışırıq ki, sözlərlə. Leyla, xoş gəlmisən, gözəlim. Çox sağ olun. Mən Sənlə əslində mövsüm bağlamışdıq. Bağlamışdıq. Mən ilk öncə hər bir kəsi salamlayıram və mən də təşəkkür etmək istəyirəm ki, bizim dəyərli sənətkarımızın belə bir günündə məni də dəvət etmisiniz. Elnur bəy, sizə də çox təşəkkür edirəm və Aygün xanımın yadigarı Cananı, mən belə demək istəyirəm və mən çox xoşdur mənə, çox fəxr edirəm ki, vaxtında mən tanımışam Aygün xanımı, mən onunla
necə deyim, Bəhrələnmisən. bəhrələnmişəm, danışmışıq, söhbətlərimiz olub, onun mənə məsləhətləri olub, tövsiyələri olub və mən toy günümdə də o çox möhtəşəm bir iştirak eləmişdi. Yəni mən Möhtəşəm dostuydu. bəli, Necə gözəl çox dəyərli dostuydu bir o. insan idi, heyf. Amma Mən sizə deyim ki, dostlar, mən çox kövrək adamam, çox kövrək insanam. Özümü nə qədər də saxlasam efirdir də, mən efirdə heç vaxt ağlamaram. Amma o qədər bax yığılıb bura qədər biləsiniz. Çox kövrəlmişəm. Səsi də gəldikcə ümumiyyətlə mənə təsir edir. O xəstəliyini, mən onun xəstəliyini biləndə belə qızım 3 gün özümə gəlmədim və dayanmadan həm maşınımda, həm evdə ona qulaq asırdım. Və ümid edirdim ki, sağalacaq, yaxşı olacaq. Amma elə bir xəstəlik idi ki, o yəni 90% ümid yox idi, amma 10% deyirdi ki, bəlkə bir möcüzə ola Allah tərəfindən. Çünki o xəstəlikdən mən də atamı itirmişəm. Çoxları itirib bilirik. Biz bu nədir bilirik. Bu dərd bir çoxsunun qapısında var. Belə. Amma mən bugün çalışacağım ağlamayım. Çalışacağım onu xoş yada salaq. Gəlin. Ad günüdür də. Biz ona həm ad gün eləyirik, həm də düşünməyək ki, o yoxdur. Mən bax danışıram və özümə o qədər təsir eləyir ki, dikən-dikən olub tüklərim. Danışaq, elə bilək ki, o sağdır, çünki onun səsi hər zaman gəlir. Qızım, sən xoşbəxt uşaqsan. Sənin Aygün kimi anan olubdur. Sən hansı qapını açsan, hansımıza bir telefon açsan, bir desən ki, Aygünün qızıdır, bizə bəs eləyir bu. Bundan gözəl nə var ki? Valideynlər zaten evlatları üçün yaşayır. Evlatlarını da dünyasını dəyişəndə belə deyirlər ki, kaş ki o elə yaşayım ki, evladım nəsə bir iş görəndə desin Allah atava, anava rəhmət eləsin. Bu gözəl. Sən də anan onu qazanıbdı. O milyonlarla bax bu tamaşaçıların rəhmətini qazanıbdı. Bu tamaşaçıların sevgisini qazanıbdı. Mən istəyirəm bax bu məqamda Leylada bir mahnı oxusun. Bugün Aygündən oxuyacağıq, Aygünün repertuarından oxuyacağıq. Bugün bəstəkarlarımızın bir çox mahnıları bəlkə də yada düşəcəkdir. Və bəstəkarlarımız bizə baxırsa bir telefon açsınlar. Aygün daha çox Aygün Səmədzadədən oxuyub. Kamal müəllimdən oxuyub. Ən çox Kamal müəllimdən oxuyub. Mikrofona zəhmət olmasın. Ən çox Kamal müəllim yaradıcılığı olub Aygün xanımda. Bəli. Tut ağacı gedirdi deyə ona görə Aygün xanımı yada saldım. Aygün Səmədzadə xalq artistimiz buradan salamlayırıq. Ben ifa etdiyim Kamal müəllimi salamlayırıq. Baba Vəziroğlunu salamlayırıq. Bugün burada olmalıydı. Kemal Əbiyeva. Deyərdim ki, öz sözün demiş Azərbaycanın qızıl hərflərlə öz adlarını yazan sənətkarlarla Aygün xanımın böyük birliyi, işbirliyi olub. Və hər bir o bəstəkarlar da, söz yazarlar da sevə-sevə Aygündən çalışıblar. Çünki Aygünün ifası o qədər dərin, o qədər mənalı, o qədər düşündürücü ifa idi ki, elə bir bəstəkar, elə bir nəğməkar şair inanmıram ki olsun ki, onun arzusu olmasın ki, onun ham arzulurdu. Bəli, ki onun bəli ki Aygün xanım yaradıcılığı olmasın da. Aygün xanım da hər mahnını bəyənmirdi. Hər bəstəkarı da bəyənmirdi. Hər bəstəkarın yazdığı o amma əsərləri də bəyənmədiyinə də Lamiyə demirdi. o qədər hörmətlə yanaşardı. Çox dəyər verirdi. İncəsənətə çox dəyər verirdi. İstəyirəm Leyla oxusun, Amma nəsə bir çay deyim, sizin mən səhər-səhər. Leyladan bu veriliş hazırlanmamışdan qabaq Leyladan xahiş elədim ki, nə olar Leyla, sırf Aygün yaradıcılığına müraciət eləyək. Bugün oxuyacağım mahnılarda sırf bu veriliş üçün hazırlanıb. Mən təşəkkür edirəm. Tut ağacı oxuyacağım. Tut ağacı oxuyacağam. Aygün Səmədzadə. Bəli. Sənətkar. Piano Sağ olun bu versiyonu. mahnıya görə. Bəli. Buyurun. Mən də çay hazırlayım sizə. Tut ağacım, tut ağacım, aman yerim, güman yerim. Hatireler kanadında yaşattığım pənah yerim. Tut ağacım, tut ağacım,
qocalığım Dey arzuma necə çatıb De köksünə necə çarpaz dağ çəkmişəm Neçə körpə budağını mən əzmişəm Bir gün şirin xatirələr sorağıyla Səni gözləyəcəyimi bilməmişəm De köksünə neçə çarpaz dağ çəkmişəm Neçə körpə budağını mən əzmişəm Bir gün şirin xatirələr sorağıyla Səni gözləyəcəyimi bilməmişəm İndi sənin budağında Bir əyiz qoymaq müşkül olur Əl çatmayan arzular tək Xatirələr dönməz olur İndi yoxsan yuxularda Mən gördüyüm dünyam kimi İndi yoxsan o göylərdə El çatmayan ulduz kimi De köksünə neçə çarpaz dağ çəkmişəm Neçə körpə budağını mən əzmişəm Bir gün şirin xatirələr sorağıyla Səni gözləyəcəyimi bilməmişəm De köksünə neçə çarpaz dağ çəkmişəm Neçə körpə budağını mən əzmişəm Bir gün şirin xatirələr sorağıyla Səni gözləyəcəyimi bilməmişəm Səni gözləyəcəyimi bilməmişəm Səni gözləyəcəyimi bilməmişəm Çox minnətdaram Leyla. Ay maşallah, Biz elə həqiqətən səsin var olsun. Elnurla danışırıq ki, sənin nə qədər dünya boyda səsin, ürəyin var. Çox sağ olun. Oxumaq üçün Səs əsas var, evet. ürəkdir, bir balaca da səsdir. Amma mən bir şey demək istəyərdim. Leyla'da oxuyanda mən elə canana çöndüm ki, bu ifalar Aygün imzasıdır. Bəli, bəli, əlbəttə Mən ki. deyim, mənim ifa etdiyim özün günahkarsan, günlərin bir günü Aygün xanımla oturmuşuq. Aygün mənə bir sual verdi. Elnur, mən yeganə bir albom məndədir ki, sırf Baba Vəziroğlu və Kamal yaradıcılığı yeganə müğənniyəm ki, bir tək albom işığızı gördüm məndə. Və o mahnıların içində bütün bəstələr var, seçmə bəstələr, Kamal yaradıcılığı. Bir tək Aygün bəylərin oxuduğu Özün günahkarsan oxumadım. Niyə? Elə ona gəldim. Aygün mənə sual verdi ki, Elnur, niyə mənim mahnımı bəs oxumadın? Dedim, Aygün, sən oxuduğun mahnıları, yəni elə bir moment yoxdur ki, ora əl dəyməyəsən də, onu mən eləyə bilməzdim. Elə imzalar qoyub ki, Bəli. Hə, çətindir. Çox çətin oxuyub mahnılar. Elə ona gəlirəm və Aygünə ithaf edəndə bu mahnını və bu mahnının çox gözəl də klipi çəkilib. Aygün xanım orada canlandırmışıq. İlk oxuduğun mahnını. Bəli, bəli. Biraz sonra göstərərik, hə? Uşaqlar. İnşallah mütləq Klipi bir şəkildə dənə istəyərdim ki, hazırlayın, ona zəhmət baxaq. olmasa. Aha. Və orada da eynən mən
Aygünün oxuduğu kimi oxudum. Çünki orada Aygün elə bir yer qoymayıb ki, mən orada özümə məxsus bir boğaz eləyim. Özün nə söyləyirsən? Həqiqətən ən lazımı deyərdim ki, imzaları atıb orada. Və elə bir imza yox idi ki, mən orada deyim ki, mən onu sabah zaten ona kimsə qulaq asanda deməyəcək ki, bunu Elnur oxuyub. Deyəcəklər ki, bu Aygünün boğazlarıdır. Bəli. Və ona görə də mən o mahnını oxumamışdım. Və Aygünün Aygünü itirəndən sonra mən ona ithaf etdim bu mahnını və eynən Aygünün oxuduğu kimi oxudum. Hətta axırda özüm mən bu mahnını oxuyanda getdim o dünyanı gördüm, gəldim. Çünki Aygün də zil oxuyurdu, diapazonu böyük müğənnidir Aygün. Və orada onu mən qadın tonalisti ilə kişi tonalisti eyni deyil. Tonallıqda fərqli. Yox, mən bunu tonallığı salmayacağam. Eyni o tonallıqda da oxuyacağam. Getdim o dünyanı gördüm, gəldim. 4 ay saç işləmədi. Nə deməkdir bu? Dəyərdi amma, dəyərdi. Amma əlbəttə dəyərdi. Mən ruhu şad olsun və mən canını bəyək də deyirəm. Biz bugün getdik, Aygün xanımın məzarını ziyarət elədik və elə orada da mən xatirələrdən danışırdıq. Aygün xanımın xatirələrindən Canan qızımıza deyirəm ki, Canan, o elə bir insan olub ki, elə bir qürurlu insan olub ki, baxmayaraq çox çətin sahə insan olub. Yəni biz həqiqətən də çox çətin sahənin insanlarıyıq. Bu sahədə hər kəs sənətlə yanaşı qürurunu, mənliyini, o çətinliklərə dözə bilmir. Onları qorumaq çox çətindir. Sən elə bir valideynə sahib olmusan ki, qızım, ömür boyu sənin başını uca eləyəcək bir valideynə sahib olmusan. Bu çox önəmlidir. Bax, mən bugün açıq deyirəm. Mənim bugün düzdür, bir çox nail olmadığım momentlər var. Onları nəyə görə nail olmamışam? Mən ailəmi düşünərəkdən nail olmamışam. Sabah mənim balalarım var. Onların başı yerə düşməsin deyə nail olmamışam. Açıq deyirəm. Elə asanlıqla istədiyin şeyə nail olmaq momentlər var ki, bəzən onlara nail qürurlu adam var ki, balaların, ailəsini düşünür. Və ona görə də bir çox şeylərə nail olmuruq. Bax, bugün üçün. Sən bugün qürur duya bilərsən valideyninlə. Ki, o valideynin, məsəl üçün, səni düşünərəkdən bir çox şeyləri düşünüb. Ona görə sən həqiqətən ömür boyu sənə valideynin var dövlət qoyub. O qüruru, o mənliyi, o Onun adı sənə var dövlətdir. Bəli. Reklamlar ekranlara gələcək. Reklamlardan sonra çox gözəl söhbətlərimiz olacaq. Bizdən ayrılmayın, çünki reklam vaxtıdır. Reklamlar. Sən mənə peşiman qəlb gətirmisən. Verilişin sponsoru Tam Store Marketlər şəbəkəsi. Belə, reklamlar bitdi. Biz əslində reklam arası çox söhbətlər elədik, amma qızım səndən danışmaq istəyirəm, çox danışmaq istəyirəm səndən. Çünki sən bizim verilişə gəlmişsən. Mən təşəkkür edirəm səndən xüsusilə. Verilişimizə gəldiyin üçün, bizimlə bölüşdüyün üçün. Soruşmayacağam necəsən. Çünki bilirsiniz ki, yaxşıyam. Başqa necə ola bilərəm ki, mən hələ hər gün yaxşı olmalıyam da. Yaxşı olmalısan. Çox gözəl cavab verdin əslində. Çünki sən yaxşı olmalısan, sən davam eləməlisən. Ananın qoyub getdiyi o sənin üçün arzularını, necə deyim, nə ki arzulayırdı, nə ki səndə görmək istəyirdi. Bax, sən onları həyata keçirmək üçün yaxşı olmalısan. Onun üçün də mən istəyirəm bir neçə məsələlərə toxunum, amma bilmirəm nə qədər toxunmaq olar olmaz. Qızım, qəşəng oxuyursan, eşitmişəm. Neçənci sinifdə oxuyursan? Mən indi 10-cu sinifə keçirəm. 10-cu sinifə. İnşallah. 15 yaşın var? Bəli, 15 yaşım var. Maşallah. Mən biraz düzdür gec getdim məktəbə. Mən ki Bülbülə birinci getdim, 2 il orada oxudum. Bülbülə isə 7 yaşından tez buraxmırlar. Aha. Mən bildiyim qədər bəlkə də indi ucu dəyişib bilmirəm. İndi Bülbüldə oxumursan? Artıq yox, mən Bülbüldən çıxdım 3-cü sinifdən, 2-ci sinifdən.
Orta Belə- məktəbdə oxuyursan. Orta məktəbdə oxudum biraz. Sonra bir də məktəbi dəyişdim. Sonra indi yenə dəyişdim. Aha. Mən məktəbləri biraz gezmişəm. İndi bu dəqiqə Avropa Azərbaycan məktəbində oxuyuram. Nə gözəl. Nə gözəl. Gözəl təhsil alırsan. Sonra bildiyim qədər çox yaxşı oxuyursan dərslərini. Çalışıram. Və sən müsabiqəyə desən gedəcəksən bu Bəli. günlərdə. Bəli. Mən Malayziyaya gedəcəm. Olimpiyadaya görə lokal raund Azərbaycanda oldu. Onu unutdum. İndi Utdun. gedəcəm qlobal raunda gedəcəm. Onu da inşallah Allah qoysa utsam, İnşallah. gedəcəm Amerikaya final raunda. Final raunduna gedəcəksən. Nə gözəl. Çox gözəl, çox sevindiricidir. Aygünün ruhu şaddır. Bu şeyləri eşidə bəs nə? Bütün valideynlər istəyir ki, evladları yaxşı oxusun. Bu dəqiqə kimi dindirsən bax Leyla da, Elnur da, mən də hamımız arzuluyuruq ki, evlad üçün yaşayırıq zaten. Aygün də sənin üçün yaşayırdı, biləsən. Aygün, mən deyim də Elnur, deməli, Azərbaycan televiziyasında bizim canlı ifadında bir verilişimiz var idi. Layihənin rəhbəri mən idim. Mən çox israrla dedim ki, mən bu layihədə muğam yığcam muğam konserti idi, 35 dəqiqəlik. Çox israrla dedim ki, mən Aygün bəyləri görmək istəyirəm də. Yığdım, danışdım, bilmirdim xəstədir. Dedim, Aygün, görmək istəyirəm, sən bura bu necə ola bilər? Canlı ifa verilişi muğamla bağlı olsun, hamı gəlsin burada oxusun, çıxış eləsin, hər həftə bazar günləri efirə gedir. Sən burada olmayasan, sən muğamın, sən ustadsan. Dedi, Lamiyə gələcəm, narahat olma. Dedi, xaricdəyəm, başqa ölkədəyəm, gələcəm. Sonra bir gün özü yığdı. Dedi, mən hazırlaşıram, nə vaxt çəkə bilərik? İndi mən deyirəm, nə gözəl ki, mən onu çəkmişəm. Biz təbii ki, az-təvə olaraq düşdük əl-ayağa, hazırlaşdıq. Dedim, nə vaxt sənə rahatdır? Dedi, filan vaxt. Biz bunu çəkdik Kötanlıda. Gəldi, girdi içəriyə, məşq eləmişdi. 1-2 həftə qəşəng məşq eləmişdi, hazırlaşmışdı. Ramin adında yanında dost köməkçisi var idi. İnan ki, Leyla, bütün komanda gözləyir ki, Aygün gələcəkdir və həmin gün bizim üçün tək çəkiliş deyildi, bayram idi. Mən səni inandırım, çox xalq artistləri, əməkdar artistlər var. Belə tanınmışlar var ki, oxuyurdular, dayanırdılar, təzdən oxuyurdular. Olur da muğam dəstgahdır, təsniflərdir, yəni muğam dəstgahıdır. Aygün gəldi, dedi, hazırsınız? Çəkilişə dedi. Dedi ki, hə, çox qəşəng də çəkiliş üçün hər şey, bütün şərait var idi. Dedi, başlayaq. Keçdi, oturdum. 35 dəqiqə necə adam bir başlayar, hamımız oturmuşuq belə, çəkiliş gedir. 35 dəqiqə başladı və bitirdi, dayanmadan. Dayanmadan, axırda hamı alqışladı onu. Sakitçilik, çəkiliş gedir, bu oxuyur. İnan, bitirəndə o qədər qucaqladım bunu. Dedim ki, sənətkarsan da. Deyir, əstağfurullah, əstağfurullah, elə idi axı, əstağfurullah, demə elə. Dedim, deyəcəm, sənətkarsan, sən mənim sənətkarımsan. Belə ifa olar, bu nə idi? Amma nə gözəl ki, biz onu çəkmişik və mən düşünürəm ki, ondan sonra elə onun bir konserti oldu. Yəni o canlı, sən demə, xəstədir və o qədər də çox vaxt ayıra bilmir canlı ifalara və ya verilişlərə. Biz onu çəkdik. Mən nə xoşbəxtim. O dünyasını dəyişəndə mən o verilişdən bir fraqment paylaşıb sosial şəbəkəmdə dedim ki, mən sadəcə minnətdaram sənə sənətkar. Bax, bunu bizə yaşatdığın üçün, bu sənəti bizə qoyub getdiyin üçün. Konsertinə də gələndə mən konsertdən bir neçə kəlmə demək istəyirəm, qızım. Var səndə konsert? Konsert məndə bu dəqiqə var. Bütün klipi. Saraydakı konsert. Saraydakı axırıncı konsert. Axırıncı konserti var mı? Nə gözəl. Deməli, o konsert, buradan salamlayıram rejissorları, İctimai Televiziyadan salam, bizim Məmməd Əliyev. Zəng elədim. Dünyasını dəyişəndən sonra bu konsert oldu. Sonra konserti hazırladılar. Bildim ki, hazırladı. Biz televiziya işçiləriyik. Hər şeydən xəbərimiz var. Hər şeydən xəbər. Elnur, konsertlər, saray konsertləri, sənətkarların ifaları. Sənətkar, artıq yetişdin oldunsa sənətkar. O evin deyil, elindir. O təkcə sən
anan kimi deyildi ki, o bizə bacı idi, dostuydu, hamınındı. O ev yoxdur ki, bu dəqiqə bizə baxan evlərdən bu dəqiqə kövrəlməsin, ağlamasın, ona rəhmət oxumasın, yoxdur. Çünki hər kəsindir o. O Aygün elə bil eldən getdi, evdən yox. Mən zəng elədim Salama, dedim ki, Salam, konsertə gəldikdə, yəni dünyasını dəyişmədən dedim ki, biz gələk çəkək. Dedi ki, Xəzər televiziyası çəkəcək, ekskluziv Xəzərdədir. Xəzər göstərər, Lamiyə, sonra mən tapşıracağım, uşaqlar verəcək, MTV versin. Dedim, hə, baş üstə. Konsert hazır olandan sonra Salama müraciət elədim. Salam dedi ki, dedi, hazırdır, göndərəcəm Xəzərə də, sizə də. Dedi, bilirəm, bizə tapşırıbdır. Gör, nə qədər insan televiziya üçün, televiziyada çalışanları nə qədər düzgün yönəldirdi, başa düşürdü. Mənə söz vermişdi axı. Bizim onunla, tam mən Elnur, Aygünün bu sənətə gəlişindən Azərbaycan televiziyasında çalışırdım, bilirsən. Gəlişindən mən onu tanıyıram. İlk onun orada Azərbaycan televiziyasının həyətində çıxışı var idi. Hamı gözləyirdi ki, bir dənə qız oxuyur, bilirsən nə oxuyur, gələcək bir gün burada çəkilişə. Biz onu gözləyirdik. Mən sənə danışıram 30 il, 28 il, 25 il bundan qabaqdan. Onun ilk addımlarından belə biz bir-birimizi tanıyırıq deyə. O mənə söz vermişdi. Sözün üstündə durmuşdu, tapşırmışdı. Nə bilirdi ki, dünyasını dəyişəcək, bilmirdi. Amma demişdi də, Salam dedi, bilirəm, verəcəm. O konserti aldıq, nə xoş mənə ki, biz onu anonsu ilə çox gözəl yayımladıq burada. Düzdür, yayımdan sonra bir balaca əhvalım korrandı. Bacılardan mənə zəng elədilər ki, naxaq vermisiniz, gərək verməzdiniz. Mən də dedim ki, Aygün xanımın konserti. Bacılar kimdir? Aygün xanımın bacısıydı, bacısı mənə zəng eləmişdi. Səhv eləmirəmsə Zümrüt bacısı idi. Mən buradan salamlayıram Aygün xanımın ailə üzvlərini. Dedi ki, niyə vermisiniz? Bəs mən bacım konsertə xərc çəkib. Dedim, yox, o bacı xərc çəkibsə də bütün konsertlər televiziyalarındır. Və bundan sonra da biz televiziyada bu konserti yayımlayacağıq. Sonra düzdür, dedi ki, problem yoxdur və ya belə, amma belə bir problem yaşamışdı sizlə, sənlə yox, yəni belə. Amma buradan demək istəyirəm ki, bax, nə qədər ki, Aygün xanımın balası da mənim yanımdadır, o konsertləri biz dönə-dönə yayımlayacağıq. Bütün televiziyaları yayımlayacaq. Zaten xalqın sənətkarı xalqa məxsusdur. Bizə məxsusdur o konsertlər. O oxudu, sadəcə dönüb əl elədi, getdi. Siz bundan sonra Aygün xanıma aid nə istəsəz, Canan xanımdır, Aynur xanımdır, bunlardan istəyin. Mən sizə belə deyim də, mən ki... Ətraflı danışdım ki, qızım biləsən. Çox şey danışmadım, amma qısaca da olsa dedim. Mən əslində heç bundan eşitməmişdim. Hə, bax, mən deyim. Mən ancaq onu bilirəm ki, belə sizə deyim də, necə deyim, əgər... Bizə verirsən onun Əlbəttə. Kliplərində, konsertlərində biz yayımlaya bilərik də. Mən sizə necə deyim, mənim anam, mən görməmişəm ki, nəyisə ömür boyu özü üçün eləsin, özü üçün saxlasın. Heç, belə deyim, mənim üçün də görməmişəm ki, hər şeyi götürüm, uşağıma verim. Düzdür, valideyn əlbəttə ki, uşağı üçün çalışır. Amma onda elə ürəyi var idi ki, mən sizə belə deyim. Yəni, onda elə ürəyi var idi ki, hələ indi də var. Elə ürəklərdən isə yoxdur. Yoxdur. Hər kəs üçün. Heç tanımadığı insan olsun, cəmaatın uşağı olsun. Bəlkə də məndən yaxşı baxardı. Bəli. Sizə elə deyim də, yəni, mən düzdür, bəlkə nəyisə hələ uşağım, bilmirəm. Amma mən hələ elə bir şey görməmişəm başqa heç yerdə, heç kimdə də, heç özümdə də yoxdur. Sizə belə deyim. Qızım, darıxırsan? İndi, bax, nə mənada deyirsiniz də? Nə bilim. Mən şəxsən bir sənətkar üçün darıxıram. Darıxıram, nə deyim, çatışmır. Onun yeri tam başqaydı bizim sənətimizdə, bizim ailəmizdə. Söz vermişəm ağlamamaq, amma insanıq da gəlir. Elə suallar da gəlir, elə sözlər də gəlir. Yox, heç istəmirəm. Söhbət edirik. O mərddir. Mən səndə görürəm, Canan əksən deyirəm. Çünki sən
çox gözəl özünü saxlayırsan. Bu Mən gözəldir. belə deyim də sizə. Sənətkar üçün darıxmaq lazım deyil. Sənətkar hələ də var. Həmişə də olacaq. Mən sənətkar üçün darıxmıram. Ana üçün darıxırsan. Canım balam, gözəl qızım mənim. Ananın o qədər gözəl dostları var ki, onlar ananı heç kim əvəz eləyə bilməz. Biz nə qədər də canına desək ki, ağlama və ya darıxmırsa mümkün deyil. Ananı heç kim əvəz eləyə bilməz. Qızım, sadəcə sən fəxr eləyirsən anayla və hamı sən ananı sevir deyə sən bunu düşünərək özünə toxtaqlıq verirsən və bu da belə olmalıdır. Çünki görsən nə qədər sevirik, görsən nə qədər çox danışırıq onun haqqında. Hamımız onun haqqında o qədər gözəl şeylər danışırıq, o qədər gözəl şeylər bilirik ki. Allah heç bir valideyni Allah, mən sizə belə deyim də, Allah, mən tək uşaq deyiləm ki, anasız qalım. Yəni, istəmirəm ki, necə deyim, mənim içimdə olan, mənim, belə deyim, ailəmdə olan, mənim ürəyimdə olan şeylər belə bütün Azərbaycan qabağında qoyan ki, bəs mənə yazığınızı gəlsin. Yox. Çox insan var, mən də çox insan tanımışam, görmüşəm ki, onlar da mən keçdiyimdən keçirlər də. Mən keçdiyim, onların keçdiyindən nə azdır, nə çoxdur. Hər uşağın, hər ananın, hər atanın keçdiyi, hamısının öz ürəyi var, hamısının da ürəyi ağrıya bilər. O demək deyil ki, necə deyim, bir insanın ağrısı başqa insanın ağrısından çoxdur ya da azdır. Ona görə də mənə elə gəlir ki, qızım mənim. Mənə elə gəlir ki, burada bu dəqiqə mənası yoxdur ki, biz oturaq danışaq ki, Düzdür. Bəs anam rəhmətə gedib ya da Aygün bəylər rəhmətə gedib. Çünki Yaşayır o. Aygün bəylər rəhmətə gedib. Yaşayır. Biz bugün ondan danışırıqsa demək ki, yaşayır. Biz bugün tək biz yox. Mən bilirəm ki, bütün televiziyalarımız onu yad eləyir. Bütün televiziyalar onun 50 yaşını qeyd eləyir. Əsl ad günü 22-sidir, düzdürmü? Bəli, mən deyim icazənizlə. Mən danışdım. Bugünkü günü istəyirdim ki, hər bir yeri, amma sözsüz ki, bugün bütün kanallar, bütün verilişlər yay istirahətindədirlər deyə hər kəs istəyirlər ki, çəkiliş eləsinlər və o bugünə getsin. Biz razı olmadıq. Mən dedim ki, mən istəyərəm ki, Canan balamız özü bu gündə iştirak eləsin, anasının gözəl xatirələrindən danışsın və istəməzdim biraz negativ, biraz belə ola. İstəyərdim biraz pozitiv olaq, çünki Aygün o qədər pozitiv insan olub ki, və mən bütün kanallara yenə təşəkkürümü bildirirəm. Can dildən hər biri dedi ki, mütləq şəkildə bu günü həsr edəcəyik Aygün xanıma və mən istəyirdim ki, Canan xanım özü burada olsun və canlı olaraq belə oldu ki, bu kanal oldu. Yəni Canana, bütün kanallara mən təşəkkürümü bildirirəm. Və oxumaq istəyirsən. Oxumaq istəyirsən. Oxumaq heç. Mən oxumaq istəyirdim ki. Çünki biz istəyirik oxuyasan. Biz istəyirik oxuyasan. Mən bugün ifa eləyəcəyim mahnıları məhz Aygün xanımın öz oxuduğu mahnılar. Çünki Kəmal yaradıcılığını deyərdim ki, ən çox ifa eləyən bir Aygündür, bir də mənəm. Və istəyərdim, bağışlaram sənə oxuyum. Buyurun, bağışlaram səni istəyərdim oxuyum.
Sen hara gitsen kalbim dözen kadar dözerəm mən. Sen gözle desen seni ömrüm boyu gözlerəm mən. Sen hara gitsen kalbim düzen kadar dözerəm mən. Sen gözle desen seni ömrüm boyu gözlerəm mən. Sen olmasan senli hatireler her zaman kalır. Sen olmasan sevgimiz alışan geceler kalır. Bu dünya sevdirir ayrılık sanır. Sen olmasan senli hatireler her zaman kalır. Sen olmasan sevgimiz alışan geceler kalır. Bu dünya sevdirir ayrılık sanır. Ne söylesen saklamaz gözyaşların seni, bu hasretten ayırmaz bakışların seni. Haçan dönsen onu bil, bağışlarım seni. Ne söylesem saklamaz gözyaşların seni, bu hasretten ayırmaz bakışlarım seni. Haçan dönsen onu bil, bağışlarım seni. Bağışlarım seni. Sen hara gitsen bir gün görüşmeye güman kalır. Bu zalim felek neden yolumuzu ayrı salır? Sen hara gitsen bir gün görüşmeye güman kalır. Bu zalim felek neden yolumuzu ayrı salır? Sen olmasan senli hatireler her zaman kalır. Sen olmasan sevgimiz alışan geceler kalır. Bu dünya sevdirir ayrılık sanır. Senli hatireler her zaman kalır. Sen olmasan sevgimiz alışan geceler kalır. Bu dünya sevdirir ayrılık sanır. Sevdirir ayrılık sanır. Ne söylesem saklamaz gözyaşlarım seni, bu hasretten ayırmaz bakışlarım seni. Haçan dönsen onu bil, bağışlarım seni. Ne söylesem saklamaz gözyaşlarım seni, bu hasretten ayırmaz bakışlarım seni. Haçan dönsen onu bil, bağışlarım seni. Haçan dönsen onu bil, bağışlarım seni. Haçan dönsen onu bil, bağışlarım seni. Cana. Diyerdim ki bu eserler o kadar muhteşem eserler ki
Deyirlər ki, ay bu müğənni nə gözəl oxuyub. Yox, bu əsər o qədər gözəl yazılıb ki, müğənninin haqqı çatmaz ki, bu mahnını əgər müraciət eləyirsə, bu mahnının haqqını verməsin. Və ona görə müəlliflərə təşəkkürümü bildirirəm. Biz də təşəkkür edirik. Var olun, var olun. Çox sağ olun. Reklamlara ayrılaq, reklamlardan sonra qayıdacağıq. Baxaq. Verilişin sponsoru Tam Store Marketlər şəbəkəsi. Tam Store Marketlər şəbəkəsinin hal-hazırda Bakı və regionlarda 60-dan çox mağazası müştərilərinə xidmət göstərir ki, kampaniyalardan xəbər tutmaq üçün Tam Store mağazaları şəbəkəsinin sosial şəbəkələrdən izləyə bilərsiniz. Sadəcə sosial şəbəkələrə daxil olursunuz, Tam Store yazırsınız, tamstore.az və bütün məlumatları biləcəksiniz. Mağaza filialları 24 saat fəaliyyət göstərir. Tam Store, tam istədiyiniz market. Gedin, qiymətlərdən razı qalacaqsınız, Tam Store yolunuzu gözləyir. Böyük ölçülərdə böyük endirim kampanyası 20 avqust 2 sentyabr tarixlərində Tam Store Marketlər şəbəkəsində davam edəcək. Endirimlər bütün filiallarda keçərli olacaq. Yüzlərdən qida və qeyri-qida məhsullarında endirimlər sizi gözləyir. Tam Store, tam istədiyiniz market. Canan, götür mikrofonu zəhmət olmasa, bax, bağışlaram səni. Çox, sən oxuduqca Elnur, mən düşünürəm və soruşmaq istəyirəm. Ana bağışlamağı bacarırdı. Bağışlamağı Bağışlayırdı yoxsa çox sərt adam idi əslində, onun çox sərt siz idi. heç təsəvvür eləmirsiniz. Eləmədiyimiz qədər, biz bilmədiyimiz qədər sərt idi. Çox, mən sizə necə belə deyim, o sərt olanda məqsədlə sərt idi. Belə baxsaq hər ana sərt Oturduq yerdə deyildi də, yəni bu məqsədli idi. Bəli, əlbəttə. Ona görə də insan nə vaxt bağışlamaq lazımdır, onu da bildirmək lazımdır. Çünki çox tez-tez bağışlayanda o da yaxşı şey deyil. Deyil. Pis insanları bağışlamaq əslində yaxşı şey deyil, amma nəyə görə? O insan ürəyində gərək motivasiya yaransın ki, düzəlsin. Düzəlsin deyəndə yəni nəzərdə tutmuram ki, insanlar bilə-bilə pislik eləyirlər. Sadəcə demək istəyirəm ki, bəzi insanlar onu başa düşmürlər. Mən inanmıram ki, kimsə həqiqətən ürəyində istəsin ki, kiməsə belə xətrinə deysin. Mən inanmıram ki, kimsə həqiqətən istəyir ki, kiməsə belə sancısın. O bilmədən olur da. Yəni insanlarda bir-birlərini ya başa düşmürlər, ya da demək istədiyini düz demir, düz izah eləmir. Ona görə də insan xətrinə deyir. Onu da bildirmək lazımdır insana ki, bəs mənim acığıma gəldi. O insan da başa düşəndən sonra ki, bəli, mənim səhvim bu idi. Gələcəkdə də bu səhvi eləməyəcəm, onda ucu bağışlamaq olar. Lazımdır hətta. Canan, ananın hansı xarakteri sənə keçib? Bax, bir şeyləndə deyirsən ki... Mən deyərdim ki, hamısı. Hamısı. Doğrudan. Qoy özü də desin görəyəm. Daha çox nədə bənzəyirsən ona? İndi insan xarakterlərini sözlərlə bildirmək olmaz. Bildirməyə çalışa bilərik, amma məncə tam Nədə bənzəyirsən? Məsələn, yemək bişirməkdə və ya evdarlıqda, məsələmin deyirəm, mən Duzlu bilmirəm. yemək ikimiz də xoşlamırdıq. Duzlu yeməyi xoşlamırdınız. Amma belə deyim də mən sizə. Bax, nə eləyəndə deyirsən ki, bunu məhz ana kimi eləyirəm. Və ya kənardan deyirlər ki, Aygün də istəmirdi, bu da eləmir. Kənarda bu deyəydi. Deyə də. Deyəcəkdim. Deyə də. İstəyirəm özü desin sonra. Demək, bu acı momentləri biz yaşayanda, indi balamızdır da, həqiqətən də mikrofonu bulamıyor, sən Allah olsun. Dedim də mikrofon. Demək təsəvvür eləmiyor. İndi hərəmiz bir tərəfdən ağıllı balamızı həm yaşına görə istəmirik ki, bir o qədər istəyirik ki, fikrin yayındıraq. Ağlasın, kövrəlsin, bəli. Demək, mən bir tərəfdən, bütün hər kəs bir tərəfdən Cananı belə təmkini verir, belə ki, balam, yaxşı olacaq, hər şey səbirli ol, nə. Demək, dedim, Aynur Güllə danışdım, Aygünün bacısına dedim, Aynur, bəs Cananı gəl götürək, gedək, Aygünün 3-cü günü idi, dünyasını dəyişmişdi. Dedim, gəl Cananı götürək, gedək qəbirsinə, biraz rahatlasın, uşaqdır, nə olsun. Bəzən uşaq bildiklərimiz bizə elə
bir sözü ilə həyatı dərk, yəni başa salır. Bəli, bəli. Mələ o baxışı deyirəm ki, Aygünün baxışı, Aygünün dərrakəsi məhz Canandadır, həqiqətən də. Mən onun şahidi oldum. Demək, mən qayıtdım ki, qızım, təmkini vermək üçün, sakitləşdirmək üçün, fikri yandırmaq üçün deyirəm ki, qızım, sən xoşbəxt, həm də həqiqətləri deyirəm də, deyirəm qızım, xoşbəxt övlad olmusan ki, bəs belə bir valideynə sahib olmusan, ağlama sən, səbirli ol, belə deyirəm. Demək, qəbr üstündəyim, Canan çöndü belə, hamı toplaşmışıq, əziz dostları da belə. Çöndü, qız birdən, uşaq birdən açıldı, qayıtdı ki, Elnur əmi, mən əmi demədi, bilmirəm, Elnur dedi, yoxsa əmi dedi, bilmirəm. Bir dənə o xatırlayam, dedi ki, siz dostunuzu itirmişsiniz. Çöndü xalasına dedi, sən bacını itirmişsən, biri de siz sənətkarınızı itirmişsiniz. Mən anamı itirmişəm, bu oğlu, ay Allah, indi hamı orada bir ağlama. Dedim, bu Aygünün qızıdır, dedim. Görsən. Həqiqətən də. Yəni, istəmirəm ağlama, yəni fikirləri deyirəm, gördükcə. Bəyək də deyirəm ki, bəs qızım, bəs Allah mamanın ruhunu şad eləsin və belə danışıq deyirəm ki, nə dedim, ay Allah? Qəbr üstünə getmişdik. Dedim ki, bəs biz bağdaydıq, Aygünü xatırladıq. Bizdə belə adət-ənənələr var da. Dedim, anam yemək eləyəndə Aygünün adına duz eləyir. Canan çönmənə ki, o duzu sevmirdi. Anam da məndə duzu sevmirdi. Dedim, sənin mamanın duza ehtiyacı yoxdur ki, maman özü tuzuydu zaten. Duzu sevmirdi. Eləməyin, duzu eləməyin. Qəbr üstünə getdiniz. Düzdür, mən çatmadım. Səhər-səhər efirə hazırlaşmaq bir fərqli. Mən dedim ki, bir gün qabaq gedək, amma alınmadı. Çünki dedilər ki, səhər-səhər gedəcək qəbr üstünə. Mən sizə söz verirəm ki, mən ayrı təkcə gedəcəm. Çünki onu zaten ziyarət eləyirəm. Mən istəyirəm, bir neçə fragment oldu, baxaq. Qəbr üstündən bir neçə fragmentə baxaq. Biz onu çəkib nəysə görə göstərmirik. Sadəcə istəyirik ki, əziz dostlar, siz də yad eləyəsiniz. Biləsiniz ki, onu hər birimiz gedib yad eləyirik, ziyarət eləyirik, gül qoyuruq qəbrin üstünə. Onun ruhu bizi görür. Mən istəyirəm, siz də baxıb, elə hərəniz bir ağız Allah rəhmət eləsin desəz, deyir, dünyasını dəyişənə bu lazımdır. Başqa heç nə lazım deyil. Buyurun, baxaq. Yüreğimde kal. Bir mezar taşına ana deyirəm, analı günlərim uzaqda qaldı. Daha o bəxtiyar uşaq deyiləm, fələk o günləri əlimdən aldı. Daha o bəxtiyar uşaq deyiləm, fələk o günləri əlimdən aldı. Heyhat, nə anam var, nə o yanardı, nə məni oxşayan əllər var indi. Bir ovuc torpağa dönüb bu varlığım, gözümdə çağlayan sellər var indi. Heyhat, nə anam var, nə o yanarım, nə məni oxşayan əllər var indi. Bir ovuc torpağa dönüb o varlığım, gözümdə çağlayan, çağlayan sellər var indi. Belə kövrəlməyəcəyik, o nöqtələrə dəyməyəcəyik, amma Cananla da danışmaq istəyirəm. Mən istəyərdim, sual verin Canan. Buyur. Canan, mən çox istəyərdim ki, bax, indi biz sənət dostumuz kimi tanımışıq. Məsələn, evdə olan xoş xatirələrdə ən yadında qalan xoş xatirə nə var danışasan?
Siz mənə çox çətin suallar verirsiniz. O qədər maraqlı danışır ki, adam istəyir qulaq asın. Ayda siz mən birini necə seçim? Xatirələr çoxdur. Ən yadında qalan xoş xatirələrdən birini deyin. Bu lap uşaq olanda düzdür, çox tez-tez onu görmürdüm. buyur. Amma görəndə çox sevinirdim. O yadındadır. Birlikdə yatırdıq, birlikdə dururduq. Hərdən də mənə deyirdi ki, yox sən əllərimi yumamısan. Halbuki yumuşdum. Yumuşdum. Söz verirəm. O tez-tez yemək bişirəndə mən hərdən birdən tez doyurdum. Deyirdim, amma olar mən yeməyim. Deyirdi, yox, yeyib qutarmalısın. Amma bir gün lap həqiqətən nastroyenim pis idi. Bilmirəm, heç nə olmuşdu, heç yadımda deyil. Doğrudan da heç halım yox idi, heç kəslə də danışmaq istəmirdim. Oturdum, mamam da gördü ki, bəs nastroyen də deyiləm. Deyir, candan istəyirsən içimə. İstəyirsən yemə. İstəyirsən yemə. Əslində bir böyük şey deyil. Amma bir balaca xatirədir. Yəni uşaq yemək istəmir. Xoşuma gəldi elə. Sırazu mən gördüm ki, mama məni başqasılardan daha yaxşı başa düşür. Çünki hər uşaqda belə olur da ki, ayda mənim valideynlərim mən başa düşmür. Amma onda mən gördüm ki, başa düşür. Ana ürəyidir. İstəyib ki, yaxşı olsun, ona yaxşı olsun, sənin keyfin düzəlsin deyə. Yəni bundan korlanacaqsa, heç olmasa bundan deyil. Nəyi belə, mənim çox üzrsən, ekran qarşısında oturanlardan Leyla danışmır, xəbərim var. İkimiz burada danışırıq. Tər danışırıqsa Leyla oturur, ağlayır, Leyla ancaq ağlayır. Canan danışır, o qədər maraqlı danışır ki, həqiqətən, istəyirəm oturam qulaq asam. Canan danışdıqca nə Mən ona görə gözümdən onu danışdırıram. Həqiqətən də öz övladım gözümün qabağından keçdi. Doğrudan da hər valideyn öz övladının ən xırda momentlərinə qədər bilir, onu başa düşür deyə qıraqdan o qədər olur ki, məsəl üçün deyirlər ki, məsələn mənim özümü hal-hazırda deyirlər ki, Elnur çox sən ərköyünəlsən. Deyirəm, vallahi ərköyünələmirəm. Bu uşağın xarakteri budur. Özünü oxşadırsan da. Oxşatmıram, o artıq o elədir. Həqiqətən. Özünü oxşadıram. Sən özün də ərköyünsən, yeri get. Başa düşürəm. Səhnənin Canan ərköyün. dedikcə özümün gözümün qabağına keçdi. Və doğrudan da elə bildim ki, öz uşağımın dili ilə danışdı. Doğrudan da valideyn qıraqdakılar, məsəl üçün, uşaq hardasa biraz nadinc, yanasa bir ərkönçülük eləyəndə, valideyn onun dilini bilir də, öz övladının. Bir sual nəsə verəcəm. deyəndə, Bir sual verəcəm. Mən görürəm, Canan, sən çox mərdsən, sən səbirlisən, çox vacibdir hər kəs üçün. Hər kəs arzuladığı o xarakterlər səndə var, qızım. Nə gözəl. Mən çox sevinirəm. Səni düzdür, yas mərasimində görmüşdüm, yaxınlaşmamışdım. Çünki yas mərasimində özüm elə bir vəziyyətdə idim ki, yaxınlaşıb uşağı kövrəltmək istəmirdim. Çünki özüm bərbad vəziyyətdə idim, ağlamaqdan. Amma o yas mərasimindən sonra ilk dəfədir səndən söhbət edirəm. Səndən xoş, bax, oturmuşuq. Gedib gəldirəm, çay süzmüşəm, içdən olar. Mən buradan təşəkkür edirəm sən, Aynur xalana. Mən təşəkkür edirəm, sən hər zaman yanındadır. Və mən, artıq sənin 15 yaşın var, gözəl qızım. Mən bilirəm ki, sən bir neçə ildən sonra xarici ölkəyə oxumağa gedəcəksən. Bu sənin arzundur. Daha nə arzuların var, onu de, dalım deyəcəm. Arzularım, mən əslində musiqi ilə aram çox yaxşı deyil. Ola bilsin ki, bəzi insanlar şoka düşsün, amma Mən şoka düşdüm, ona görə də deyil. mən musiqini elə də yaxşı bacarmıram. Qulaq asa bilirəm, qulaq asmaq əlbəttə mənim. Amma gözəl ifaçısan. İfaçı o instrumentin səsidir, mənim öz səsim elə də yaxşı deyil. Onun üçün Gözəl sözdür. İnsan bütün ömrünü, həyatını versin ki, mən bütün neçə ilim mənim qalıbsa, o hər ilini, hər günümü sırf musiqiyə Həsr həsr eləyəcəm. Sən onu eləməyəcəksən. Anam onu elədi. Anan elədi. Mən istəyirəm ki, Davamçı olmaq istəmirsən musiqidə. davamçı mən heç ola bilmərəm axı. heç kim də ola bilməz. Heç kim də, məncə o Həqiqətən də öz kitabını qutardı kimsə da, çıxıb yəni onun da desə mənası yoxdur onun davamını Can, yazdı. bu nə söz idi? Bu nə söz idi? Həqiqətən bu gün məsələn Nə ağıllı heç kim sözlərdir çıxıb deyə sən bilməz deyirsən. ki, mən Aygünün
davamçıyam ya nəsə bunu davamçısı ola ancaq bilməz. övladı deyə bilərdi. Heç mən də deyə Ona görə o bilmərəm. sualı ona Həqiqətən. verdim ancaq. Gör nə qədər ağıllı, dərrakəli. Bayaq bizə elə belə kitabı yerə bağlı. demədim ki, mən Canan danışanda elə biləm Aygünü görürəm. Həqiqətən ha, düşüncə o elə belə bir şey ağzından çıxartdığın kəlmə ki var ha. Onu düşünüb danışırsansa, demək ki, ağıllı insansan. Gördünmü nə qədər ağıllı bir söz dedi? Bəs nə olacaqsan gələcəkdə? Musiqi ilə aram olmasa belə, incəsənətlə aram çox yaxşıdır. İstəyirəm rəssam, illüstrator, belə Rəsm vizual. çəkirsən? Bəli. Rəsm çəkirəm. Animatorluq çalışdım biraz. Alınsa gedərəm. Amma incəsənətdən mən əlimi çəkməyəcəm. Gözəl. Yəni incəsənətdə varsansa, olacaqsansa, o deməkdir ki, sən elə davamçı da olacaqsan. Nə fərqi var? Oxuma, rəssam ol. Əsas incəsənət var, çünki qanda axır mümkündür. Aygün onu elə bəlkə danışmırsan. Leyla, danış da. Oxu da. Yazıq qızın sözü kəsirək belə. Yox, kəsmirsiniz həqiqətən. Mənə xoşdur, dinləyirəm. Canan da o qədər gözəl danışır ki, o qədər mənalı sözlər deyir ki, elə istəyirəm ki, dinləyim, qulaq asım, ancaq belə Gəl oxu. oxuyum. Oxumaqda, sən oxuyandan sonra mən sizin o klipi təqdim eləmək istəyirəm. Bayaq sən oxudun, Aygün xanımın səsi gəldi, amma biz ona da baxarıq. Nə oxuyacaqsan Leyla? Mən elə yenə Aygün xanımın repertuarından düzdür müraciət eləmişəm. İlk dəfədir bu musiqini çox sevirəm. Aygün xanımın ifasında təbii ki sevirəm. Özüm də bilmirəm, bacardığım qədər Aygün xanımdan yaxşı oxumaq mümkün deyil. Ona görə də istədim ki, ona bənzədim. Mən sənə bir söz deyim. Başqa? Heç kim inciməyəcək. Heç biriniz inciməyəcəksiniz. Aygün kimi oxuya bilməz heç kim. Əlbəttə ki, Deyirlər, əvəz olunmaz adam yoxdur. Var. var. Əvəz olunmaz sənətkardır. Onun oxuduğu, buyur, nəsə demək istəyirdi canım. Əslində demək istəyirdim ki, mənim fikrimcə əvəz olunan insan yoxdur. Çünki düzdür, çox çətindir əlbəttə ki, hətta məncə mümkün deyil bütöv Azərbaycana insanın adını bildirəsən ki, bəs ömrü boyu ölməyəsən. Heç vaxtda heç kəs yerə gələ bilməsin. Amma mənə elə gəlir ki, hər insanın öz ürəyi var. Allah da bizə onu verib. Ona görə də bir insandan hardan ikinci dəfə tapmaq olar? Heç birindən. Ay əvəz olunmaz yoxdur. Ay bunun kimi oxudu. İlham Əquliyeva Allah rəhmət eləsin. Qəni. Yeri gəlmişkən avqust ayının 17-si onun da ad günü idi. O dedi ki, o vaxt dedi, mənim mahnılarımı nə qədər sağam özüm oxurum. Heç kim oxumasın. Oxumasın, mən mahnılarımı oxumasınlar. Ölməmişəm çox. Öləndən sonra oxuyarlar. Sonra bilirsən ki, çox münasibətimiz, mən bir 18-20 il onun, mən susuram, amma heç vaxt çıxıb danışmıram ki, amma bilirsən ki, mənim bildiyimi heç kim bilmir. Mənə dedi ki, Lamiyə... İlham xanımın son anında kim olub yanında? Evində bir tək Lamiyə idi, mən idim, Natəvan idi. Aysel, hə. Və qohumları 2 gün öncə, ölməmişdən öncə, yəni o bilirsiniz təsadüfən öldü. Yəni danışa. Həmin gecədə 3 dəfə mənə telefon açdı, 1 saatdan sonra sən demə öldü. Yəni danışdıq gecə 2-də, qoydu telefonu yerə, verişimə gələcəkdi, verişi müzakirə elədi, gül çiçək çox olsun, 8 martda hazırlaşırdıq. Fevralın 25-i öldü, gecə dünyasını dəyişdi. Mənə deyir 8 martda verişə gələcəm, bu olacaq. Belə də qoyduq telefonu yerə, bir də yığdı. Dedi ki, başqa adam çağırma, birdən deyərlər nə bilim nə, özüm gələcəm. Dedim, yox, İlham ağam, təzdən qoydu yerə, bir də yığdı. Sən demə, adam 1 saatdan, 2 saatdan sonra dünyasını dəyişəcək. O qədər şey sifariş eləmişdi mənə. Bunu eləyərsən, belə olar. Nə demək istəyirəm? Allah ona qəni rəhmət eləsin. Deməli, dedi ki, nə qədər sağam özüm oxuyacam. Öləndən sonra oxuyarlar da, dedi, nə var ki burada? Ölərəm, sonra oxuyarlar, hansı mahnımı istəyirlər. Sonra arada da məndir ki, gördüm pis oxuyurlar, qoyma, oxusunlar.
Yəni adamı inanın səmimiyyətimə. Dedim İlhamə xanım, yox nə danışırsınız? Niyə ölürsüz axı? Elə özünüz oxuyun, sağ olun, özünüz oxuyun dedi. Gördün ki, pis oxuyub korruyurlar, bərbad eləyirlər mahnılarımı, qoymayın oxusunlar. İndi ona görə də hərdən. İndi də yəni nə yaxşı ki, bax Aygün xanım o qədər böyük sənətkar idi ki. Aygün isə demirdi. Deyim sənə, onun kimi oxuyacaqlarsa oxuyurlar, o mahnını korlamayacaqlarsa oxuyursunuz. Vallahi inandırım sən də o mahnıları oxuyanda nə qədər düşünmüsünüz ki, birdən deyərlər ki, bunu niyə oxudun? Mən bir dənə söz deyirəm. Mən həyatı boyu repertuarımda 200-300-dən çox mahnım var da, mənim təqdim etdiyim mahnılar içində. Kimlər oxuyur, ancaq deyirəm, uğurlar arzulayıram. Və hansı müsabiqədə də mənim ifa etdiyim mahnıları Sən kim oxuya bilməyəcəklər ona görə? Həmin gün uduzub çıxırlar. Vallahi deyirəm uduzub çıxırlar. Deyirəm ki, mən ona çox ürək qoyuram. O ürəyi qoya bilmirlər. Elnur, sənin də mahnılarını sənin kimi oxuya bilməyəcəklər. Aygün ona görə işlə demirdi. Bilirdi ki, Bilir ki, oxuya bilməyəcəklər. Bəs nə? Ona görə də mən sizə deyirəm. Yəni, əvəz eləmək onu mümkün deyil. Siz sadəcə hamınız oxuyursunuz ki, onun ruhu şad olsun. O mahnılar səsləndikcə insanlar rəhmət oxuyur. O mahnılar səsləndikcə Aygün yaşayır. Ona görə də oxuyun. Mən bir dənə sual vermək istəyirəm. Canan, qızım, Aygün çox gözəl mahnılar bəstələyirdi. Varmı çıxartmadığı mahnılar evdə? Çox yaxşı ki, bu sualı soruşdunuz. Buyur. Bu yaxınlıqlarda bizdə evdə elektron piano var. Onda da mahnılar yazmaq olur. Mən də ingilisində də axı. Əvvəl bilmirdim dilini, əl demirdim ki, nəsə xərab eləyərəm, amma üstümə qışqırar. Mən indi artıq ingilis dilini bilirəm. Ona görə də maraqlı gəldi ki, bəs hara girə bilərəm, nəyə baxa bilərəm. O qədər mahnılar tapdım. Ay maşallah. Özdə elədir ki, knopkasına bas, hələ bir ki, doğrudan da oturub orada çalır. Özü ifa elədiyi. İfa elədikləri Bizim eşitmədiyimiz təzə mahnılar. Bəli, belə mahnılarda. Onları xahiş eləm, yaz. Onlar Elnur, sənin üçün ən böyük var dövlət. Ay Elnur, mən buradan bir Onları təklif saxla. eləyim də, sən deyirsən saxla. Uşaq özü üçün saxlasın. Bəlkə versin, oxuyun. Amma hər adamı göstərmə. Yo. Bax, kim ki oxuya bilir onları ki? Yo, zaten göstərməyəcək. Söz demək istəyirəm. Leylan ki oxudurdu. Mən heç yadımdan çıxmaz. Aygün xanım bir gün mənə zəng elədi ki, bir mahnı bəstələyirəm, ikimiz oxuyacağıq Leyla. Heyf ki, çox həqiqətən bu günə Ömrü kimi çatmadı. Ayağımın niyə olmadı? Yox, mən getdim. Sən getdin. Mən getdim. Ailə qurdum. O bəstələrdən xahiş edirəm. Bu da qoy bu verilişdən gəlsin də. Qoy mən də nə vaxtsa oxuyanda deyərsiniz ki, Lamiyan verilişində səhər görüşəndə Canana müraciət eləmək, bir də Canan yəni sırf fikri yönəlib dərslərinə. Aynur xanımdan, mən Aynur xanımdan mütləq şəkildə xahiş edirik. Çox xahiş eləmək. O mahnıları göstərin, yaşatsınlar mahnıları. Qızım, o mahnıları yaşadıqca bütün dəyərlər Canan qızımızdadır və Aynur bacımızdadır. Aynur bacımız. Həqiqətən də ona görə də bir dənə də sualım var. Anaya ev verdilər. Cənab prezidentimiz ev verdi. Sən orada mı yaşayırsan? Biz orada, mən demək olar, bütün ömrümü orada yaşamışam. Amma düzdür, indi biraz problem olardı mən orada yaşasaydım. Çünki belə xalalarımın hər birinin işləri Suraxandadır deyənə. Mən orada qalsam xalalarımla ikimizə də biraz problem alınacaqdı ki, gərək gəl, get, bəli. Amma hərdən birdən gedirik. Mənim ki, məktəbim o evə daha yaxındır. Ona görə də hərdən birdən gedirik, qalırıq 1-2 aylıq, sonra tezdən qayıdırıq. Yaxşı. Yəni əsas odur ki, ev var, evin var, hər şey var. Nə gözəl. Mən təşəkkür edirəm cənab prezidentə. Allah can sağlığı. Mən təşəkkür edirəm Mehriban xanıma. Aygün nə qədər sevindi o evi alanda. Aygünün Leyla'ya təşəkkür edirəm. Leyla'ya təşəkkür edirəm. Leyla Quliyeva. Leyla da bu verilişdə olacaqdı. Leyla Amerikada olduğundan ona görə alınmadı. Leyla Quliyevaya xüsusi təşəkkürlər. Çünki çox çalışdı. Aygünü sevindirən oldu. Dönəmlərində yanında olanlardan İlk xəbəri də o verdi. Leyladır, bəli.
Nanə xanımdır. Nanə, bütün Çox əziz həmkarlarıma, dostlar, hamı bəli, üçün, bəli, amma bəli. Aygün də hamı üçün əziz idi. Əlbəttə, Aygün Hamımız hər onun kəs üçün hər şey eləməyə hazır idik. Və mən ən əsas indi mən Aynura təşəkkürümü bildirirəm ki, Aynur, Bacımıza. bəli, Aynur inanın ki, Canana nə anasızlığı bildirmir. İnanın ki, mən hərdən yox, elə mənim klipimdə də Aygünü canlandıran Aynur. Mən Aynura təşəkkürümü bildirirəm. Çox xahiş elədim ki, Aynur efiri sevmir. Biz Leylanı dinləyək. Buyurun. Sonra reklamlara gedəcəyik. Daha sonra qaydanda o klipi yenidən verəcəyik. Mütləq. Sevdim seni sessizce gizlice, gördüm seni yuxuda her gece. Sevdim seni benice delice, seni kalbimden çıkarım denece. Heyran oldum o qaşa o göze, seni düşündüm her gündüz her gece. Keder bürünü bağladım gizlice, seni kalbimden çıkarım denece. Duy sesimi, kalbimin ruhu, gel ne olar korusun bizi yaradan. Kaş hemişe yanımda sen olasan, inan gözleyir zaman. Ne kadar düşünür seni yürek, gel bir olaq sevgini senle bölek. Bak üzüme hemişe gülerek gitme. Tut elimden hissele nabzimi, verdim sana könlümü kalbimi. Koy bu mahnı erisin şam kimi, seni kalbimden çıkarım denece. Varlığındır bilmeni yaşadan, sevmirem desem olar yalan. Hatirelerdir senden mənə qalan, seni kalbimden çıkarım denece. Duy sesimi, kalbimin ruhu, gel ne olar korusun bizi yaradan. Kaş hemişe yanımda sen olasan, inan gözleyir zaman. Ne kadar düşünür seni yürek, gel bir olaq sevgini senle bölek. Bak üzüme hemişe gülerek gitme. Duy sesimi, kalbimin ruhu, gel ne olar korusun bizi yaradan. Kaş hemişe yanımda sen olasan, inan gözleyir zaman. Ne kadar düşünür seni yürek, gel bir olaq sevgini senle bölek. Bak üzüme hemişe gülerek gitme.
Verilişin sponsoru Tam Store Marketlər şəbəkəsi. İller boyu hasretini duymaz oldum. İller boyu kederini bölmedim de. Çok vaxt güldün ağlayarak için için. Birce sözle gözyaşını silmedim de. Soyuqluğum buz olanda yanağında. Nefesimle başkasını isitmişəm. Mənsiz tənha yaşadıqca otağımda. Mən də səni bir otaqda itirmişəm. Heç bilmirdim həsrətimlə ürəyinə. Həsrətimin əvəzinə yaşasıram. Heç bilmirdim özüm sənə yad olduqca. Sənin içində yavaş yavaş yaklaşıram. Soyuqluğum buz olanda yanağında. Nefesimle başkasını isitmişəm. Bensiz tənha yaşadıqca otağımda. Mən də səni bir otaqda itirmişəm. Hiç bilmirdim unutacağım bugünümü. Bir gün yine bu ocağa döneceğim. Biz bilmirdik bu dağlarda yanışanda. Beni bütün yüreğimde söyleyeceksen. Ne deyim ne günahını qaytar mənə. Yüreğimde yanar bir ot söndürmüşsən. Damla kimi yaşadıqca öz qəngimdə. Gözlerimden damla damla Mən xüsusi təşəkkürümü bildirirəm Kamal müəllimə. Xüsusi təşəkkürümü bildirirəm gözəl nəğməyə. Sözlər Kemal Abıyeva, mən təşəkkür Kəmal Abıyeva. Xüsusi təşəkkürlər. Elnur, yaxşı elib yaratmısan bunu. Yaxşı elib bu klip şəklində təqdim edirsən bizə. Buyurun, mikrofonla zəhmət olmasa. Və o gördüyünüz səhnəni də Suraxanı Mədəniyyət Mərkəzində elədik. Bəs Aygünün vida mərasimi olan yerdə elədik. Ben ne bileyim. Allah Vida demək olar mı ruhunu buna? şad eləsin. Vida demək olar mı bu klipə? Vida demək olar mı bu? Sən elə bir Aygünlə vidalaşdın. Çünki elə Aygünün son görüntüləridir bu. O son geyimidir bu. Böyle, son böyle. ifasıdır bu. Mən- Sən o sonu birləşdirdin. Ben bir şey deyim. Lamia, mən elə söhbət yerinə çəkər. Mən Aygün xanımın həyatında olan o acımasız anı eşidəndən mən bilirdim onu. Amma mən 2 il ərzində elə elədim ki, onunla üz-üzə gəlməyim. Ki mən onu o cür görməyim. Ya o bilməsin ki, mən bilirəm onu. Bilirəm, bəli. Həqiqətən də. Biz heç birimiz onun üzünə heç bir Bəli, dəfə hətta soruşmadık. yanımda danışdılar. Mən dedim elə eləyin ki, o görməsin, mən onu görürəm. Telefon bağlantısı ilə. Və Aygünün gedişi həqiqətən hamımızı apardı. Mən təsəvvür edirəm,
birinci yalan xəbər yayıldı ki, belə-belə. Mən əsəblə qışqıra. Mən Leyla'ya zəng ki, vurdum. silin onu. Quliyeva. Aygün hələ can, yəni üstündədir. Bu nədir? Bunu xəbərlər yaymısınız. Hamı sildi onu. Sonra artıq gecə oturmuşam, çox üzr istəyirəm. Övladım dünyaya gəlmişdi məndə. Təsəvvür edin. Allah saxlasın. Allah bütün övladları qorusun. Təsəvvür edin, o qədər ikinci əsas artıq xəbər gələndə mənə o qədər pis təsir elədi. Hamı yatıb gecə idi. İstanbuldan xəbər gəldi. Təsəvvür edin, hönkürtü ilə özümdən asılı deyil. Belə çox pis oldum və gördüm ki, artıq nəfəsim çatmır. Belə ürəyim həm döyünür, həm nəfəsim çatmır. Dedim, ya Allahım, bu elə özüm elə biləm ki, həqiqətən nəfəsim dayanır dedim. Gəldim belə öz övladıma baxdım beşikdə. Dedim, ya Allah, bağışla məni. Yəni o bir məsəl var da, məsəl yox. Hər birimizə verdiyin talih, hər birimizə verdiyin ömür, yəni gün, vaxt sənə aiddir. Zaten bizim hər bir şeyimiz, ya Allah, sənə məxsusdur. Biz kimik ki, sənin bizə verdiyin o həyatla biz razılaşmayaq ya düzəliş eləməyə çalışaq. Bu mümkün deyil. Ona görə Allaha baş əyən insanamsa, mən Allahı tanıyan bir kəsəmsə, mütləq şəkildə mən dərk eləməliyəm. Həyatın gedişatı nədir, onu dərk eləməliyəm. Və belə baxdım övladıma, dedim, səbir ver mənə ki, yəni mənə əqil vermirsən, düşüncə vermirsənsə, mən düz düşünməyi bacarmalıyım. Ona görə biraz özümə təmkinlik verdim və dedim, o 2 il ərzində deyirdim ki, fikirləşirdim ki, bu boyda sənət, əvəzsiz bir sənət gedir, birgə bir iş görüm. Dedim, yox, mən onu cür görmək istəmirəm və görmədim. Bir dəfə gördük, görüşdük, yüz-üzə gəldik, Şuşaya gedirdik. Cənab Prezident su qovuşandan təbrik eləyəcəkdi xalqımızı və Cənab Prezidentimizdən sonra biz canlı olaraq Şuşadan canlı yayıma qoşulub Yeni il bayramı, Yeni il yox, Novruz bayramından. Təsəvvür edin ki, Novruz bayramında birinci dəfə idi gördük. Qarba belə. 1 metrdən çox qar yağmışdı. Şuşanın hamımız düzülmüşdü aşağı. Aygün getdin ora? Bəli, Aygün da oradaydı. Aygün idi. Biz bir dənə onda Aygünlə üz-üzə gəldim. Dalqabaq saxlamışdıq, maşını hamı saxlamışdı. Perivalları çıxa bilmirdik. Dedilər, gözləyirdik ki, bəlkə yollar açılar. Təsadüfi halda biz çatdıq. Füzulidən artıq qar ağapbağa bürüdü. Perivallardan çıxa bilmədik. Ağdamla qoşulduq canlı yayıma. Yadımdadır, Azərbaycan televiziyasında. Maşını saxladım, gəldim, Aygünlə görüşdüm belə. Can Aygün, necə sən, nətərsən? Hay can Elnur, sağ ol, ora bura. Və çox da söhbət eləmirəm ki, avtomatik insan bilirsiniz, biraz başımız ağrıyır, heç kimi görmək istəmirik. Biraz, üzr istəyirəm, adi biraz bir şey düşüncə olanda insan istəmir kimisə, əzizini görmək istəmir insan. Ona görə gördüm Aygün biraz gəldim. Nəysə, şükür olsun bugünə ki, Aygünümüzün bugün balası maşallah gözümüzün önündədir. Aygün arzuları balasının hər bir valideynin arzusu övladının xoşbəxt görməkdir. Bəli, bugün mən şəxsən xoşbəxtəm ki, Aygün övladının belə görürəm, çox ağıllı övladı var. Həqiqətən də yanımda deyə demirəm, valla mən yalandan tərifə sevmirəm. Çox sevinirəm ki, Aygün övladı bugün istədiyi kimidir. Yəni, çox ağıllıdır. Maşallah, bugün sən qızım, həqiqətən də bugün sən o qədər gözəlliklər nümayiş elətdirdin ki, hər bir insanın, hər bir valideynin arzudur ki, ağıllı övlada sahib olsun. Necə ki, biz deyirik ki, xoşbəxt övladsan ki, çox qürurlu valideynə sahib olmuşsan, yəni sahiblənmişsən. Və Aygün də bugün ruhu şaddır ki, sənin kimi ağıllı övladı var. Onu da o eləyib, əlbəttə ki. Və mən Aynur'a da təşəkkürümü bildirirəm ki, Aynur bugün sənə anasızlığı bildirmir. Aynur sənə bugün anadır.
Həqiqətən mən Aynura da vacibdir bu. sağlam ömür arzulayıram ki, sənin yanından, yəni əksi olmasın. Zaten bizim Allahdır bizim yanımızda. Bu heç. Yaradanımız Allahdır. Amma yer üzündə də bizim yanımızda olan kəslər olmalıdır. Və çox sevinirəm ki, bugün sənin canın ciyərin Aynur yanındadır. Mən Aynura təşəkkürümü bildirirəm. Aynur Allah oturub sənə orada o qədər xoşbəxt kövrəlib. ömür nəsib eləsin. Aygün yaşamaq istədiyi ömrü sən yaşayasın. Mən elə gəlir ki, amma yaşamaq istədiyi ömrü yaşayıb, amma istəyərdim ki, mənim necə istəyirdi ki, mən ömrümü yaşayım, elə də yaşaya bilim. Bir də son sual vermək istəyirdim. Siz yəqin bunlardan bilirsiniz, xəbəriniz var. Mən çox belə izləmirəm, mənim xəbərim yoxdur. Mama son konsertində yazdığı mahnını göstərdi. Biz qulaq asdıq hamımız, Mehribani. Onu mən bu yaxınlıqlarda internetdə axtardım, amma tapa bilmədim. Mən də çox maraqlı gəldi ki, bəs bu internetdə deyil. O mahnı Mehribani Mehribani. axtararıq. Mən onu araşdıraram. Çünki mən çox istəyərdim ki, bilirəm ki, onun üstündə çox oturmur, gecələrlə heç yatmırdı. Ha vaxt mən oyanırdım hərdən birdən su içməyə. Niyə internetdə olmasın ki? Bilmirəm. Belə konsertin özü səhv eləmirəmsə tam internetdə yoxdur. Amma Mehribanini də axtardım, tapa bilmədim. Çox gözəl mahnıdır. Mən də çox qəribə gəldi ki, bəs insanlar bəs ona qulaq asa bilmirlər. Mən də araşdıraram. Mən Elnur araşdıraram. Nəyə araşdırar. görə mən deyirəm araşdıraram? Çünki Bəli. Aygün xanımın ölümündən sonra mən sırf Aygün xanımın yaradıcılığını, bacılarına da demişdim ki, peşəkarcasına bir şirkət məşğul olsun. Və biz artıq onunla razılaşdılar, danışdılar. Mən tanış elədim. MIG Pro bugün Azərbaycanda çox gözəl bu işlərlə məşğul olan bir şirkət var. MIG Pro. Pərvizə mən təşəkkürümü bildirirəm. Və Aygün xanımın bütün sosialları ilə məhz YouTube səhifəsidir, onlarla məşğul olan MIG Pro'dur. Mən onlarla maraqlanaram ki, nə əcəb o mahnı verilməyib. Mütləq bunu araşdır, hə, mənə də deyərsən. Mütləq şəkildə araşdıracağım, bəli. İnşallah, bilirsiniz, anonslarımız da gedir. Sentyabr ayının birindən etibarən biz mövsüm MTV üçün açılır. Biz canlı efirlərdəyik. Həftə içi 5 gün, əziz dostlar. Siz məni günorta saat 14:00-dan 16:00-a qədər efirdə görəcəksiniz. Verilişimizin adı günorta efirdəyik. Və o veriliş gündəlik olacaq. Bu gündəlikdə də gündəmə bağlanacağıq. Yəni, hər bir mövzunu müzakirəyə qoyacağıq. Və mən düşünürəm ki, siz bizim verilişə, yeni açılacaq olacaq verilişimizə gələcəksiniz və biz bu mövzunu orada açıqlaması ilə tamaşaçılara təqdim edəcəyik. Qızım, mən sənə söz verirəm, Elnur da söz verir, Leyla da söz verir ki, Mehribanini arayıb axtaracağıq, tapacağıq mahnını. Niyə yoxdur, hardadır, nədən qoyulmayıb internetə, onu da araşdırıb və nəticəsi olaraq da verilişimizdə açıqlamasını verəcəyik. Yəni, mən buradan tamaşaçılara demək istəyirəm. Bizim inşallah gözəl layihələrimiz açılır. Yeni layihələrimiz açılır. Hər birinizi orada görməyə çox sevinəcəm. Və MTV sentyabr ayının birindən etibarən mövsümə başladıq deyəcək. Yeni MTV. Yeni MTV, bəli. Yeri gəlmişkən sentyabr ayının birində də bizim axşam Xətai rayonunda çox möhtəşəm konsertimiz olacaq. İkiniz də dəvətlisiniz. Canlı yayım olacaqdı bizim kanalda, canlı. Sentyabr ayının 1-i. Bu canlı yayımı izləyəcəksiniz. İnşallah anonslarımızdan da görürsünüz. Artıq anonsları da veririk. İkiniz də dəvətlisiniz. Xalqla görüşəcəyik. Xalq konserti olacaq. Xətai rayonunda gözəl möhtəşəm konsertlə 3 saatlıq canlı yayımla həm efir vasitəsilə, həm də xalqla görüşmək Xətayədə, yəni xalq konsertimizlə tamaşaçıların görüşünə gələcəyik. Biz sizi həm Xətai rayonunda gözləyirik, canlı bizi izləyəsiniz. Bütün aparıcılar da orada efirdə olacaq, səhnədə olacaq, müğənniləri aparıcılarımız təqdim eləyəcək və bundan da bizim MTV kanalının mövsümü
start verəcəyik və açılacaq. Ona görə də bizim, bax bu mövzunu da orada bizim verilişdə müzakirə eləməyə mən təklif edirəm. Qızım, nə demək istəyərdim buradan? Kimə nə sözüm var? Mən buradan təşəkkür edirəm Aynur xanıma. Sənin yanındadır. Sənə dəstək olanlara təşəkkür edirəm. Kim ki sənə dəstəkdir, biz ona minnətdarıq. Çünki sənətkarın evladını sənətkarın evladına dəstək olduqca sənətkar yaşayacaqdır. Onun ruhu yaşayacaqdır. Ana səni görür, ana səni bilir, ana səni hiss edir. Heç olubmu ki, evdə hiss etmirsən ki, anan ruhu evdədir? Mən bütün ömrümü hiss etmişəm ki, mama yanındadır. Mən bilmirəm necə ömrü boyu hiss eləməmişəm ki, yanımda olmasın. Ona görə də deyə bilmərəm ki, sırf bu momentdə hiss eləmişəm ki, yanındadır. Çünki mən bütün ömrü boyu hiss eləmişəm. Lap balaca olanda da. Rəhmətə getməmişdən qabaqdır. Mən onu axı çox görmürdüm, amma bilirdim ki, yanımdadır. Ona görə də o konsertlərdə, qastrollarda, səfərlərdə onu biz axtarırıq, tapa bilmirdik. Və yuxuna gəlirmi? Yuxuma çox gəlirdi. İnanmazsınız, mən deyirəm, tiklərim biz olur. Rəhmətə gedəndən sonra mən bəlkə 1 il ərzində onu hər gecə yuxumda görmüşdüm. Yuxularım da yadımda qalmırdı. Amma yadımda idi ki, o yuxumda var idi. Demək ki, yanında olub, ruhu yanında olub. Ruhu yanında olub. Əslində Lamiyə, bir şey deyim. Deyir, ölülər bizlərik. Həqiqətən ölülər bizlərik. Deyir, qurban Allaha. Deyir, insan dərk eləyənlər, özünə qəsd etməyənlər Allahı tanıyanlardır deyə bilir ki, günahdır deyə özünə qəsd etmir. Amma dərk eləməyib bilənlər bilsə ki, əsl dünya elə oradır, özlərinə dayanmadan özünə qəsd eləyənlər. Başa düşdünüzmü? Ona görə əsl dünya elə oradır. Bu dünya bir pəncərədir. Gəl, gedir. O dünyanın açarını qazanmaq üçündür. Bir kinoya baxırıq. Bir kinoya baxanda o kinonun aktyorları sonunda dəyərləndirilir, qiymətləndirilir. Nəyə görə? Oynadığı roluna görə, addımlarına görə. Hə? Bu həyat bundan ibarətdir. Biz bu dünyada niyə varıq? Cənnət və cəhənnəmin qapısını açarını qazanmaq üçün. Yaxşı əməl sahibi cənnətinə qovuşur, pis əməl sahibi daima qırqazanında yanır. Ona görə qurban olun, ölülər bizlərik. Ruhu şad olsun. Allah balasının ömrünü gözəl eləsin, xoşbəxt eləsin. Mənim əzizim, mən demirəm ki, dünyanı yararıq, dağıdarıq, yox. Ən azından bacardığımız qədər yanındayıq, mənim əzizim. Həqiqətən də. Mən də istəyərdim demək ki, buna baxan hər kəsin, heç baxmayanın da hər kəsin yanında da mən varam. Çünki hər insana başa düşmək olar. Heç bəlkə də yola getmədiyim insanlarla da. Varmı yola getmədiyin insanlar? O hər kəsdə var, amma inanmıram ki, həqiqətən ürəkdən kimsə acılasın. Bax, ümumiyyətlə narazı olduğun nəsə varmı? Narazı? Bu dəqiqə. Yəni bu şey olmasa daha yaxşı olar. Bizim efir vasitəsilə demək istəyirsənmi nəsə? Xeyr. Mənə elə gəlir ki, mənə əgər Allah bu yolu qoyubsa, onda deməli nəticəsində hansısa rol oynayacaq. Mən kiməm deyim ki, biz Allah düz eləməyib ki, mən bu yolu göstərib. Əlbəttə, mən ömür boyu elə bir şey deyə bilmərəm, heç haqqım yox. Həyatından yox, kimdənsə. Kimdənsə o. Varmı həyatında o kimlərsə ki, narazısan və ya kimdənsə küsülüsən, bəlkə buradan barışaq? Mən başqa insanların işlərinə qarışmaq çox xoşlamıram, çünki heç kəsi tam tanımır. Ürəyində kin varmı? Ürəyimdə tanıdığım hər kəs. Kin kudurət varmı? Hə. Hirs varmı kiməsə qarşı? Mənə elə gəlir ki, məndə hamısını çıxart getsin. Hamısını çıxart getsin. Bax buradan. Məndə elə ürək yoxdur. Mən istəməzdim ki, İnanmıram ki, mən ömrü boyu kimdənsə belə nifrət eləyim. Nifrət məncə çox güclü sözdür. Mən onu ömrü boyu işlətməzdim. Çox yaxşı eləyirsən. Hamısını, hər şeyi geridə burax. Sənin o qədər gözəl gələcəyin var ki, qızım. Sənin yanında o qədər gözəl ananın dostları var ki,
Sənin o qədər gözəl gələcəyin var ki, biz səndən ancaq fəxr eləyəcəyik. Və hər birimiz fəxr Sənin o eləyəcəyik. qədər gözəl yaradanın var ki, Bəli. ona görə hər vaxt rahat ol, Məmməz. Məni yaradan dünyada 8 milyard insan var. Hamısını da məni yaradan yaradıb. Bəli. Ona görə də mənə elə gəlir ki, siz bu mənə dediyiniz sözlər həqiqətən çox təsir elədi mənə. İstərdim ki, bildirim buna baxan hər kəsə ki, onlara da aiddir. Hələ sizə də aiddir. Hər kəsin ürəyində bu var. Sadəcə onu kəşf eləmək lazımdır. Mamanın 50 yaşı olur. Sağ olsaydı ona nə arzulayardın? Xoşbəxtlik. Başqa nə arzulayım? Sağlamlıq, xoşbəxtlik. Mən uşaqlıqdan elə onu dua eləyirdim Allaha. Həmişə arzulayırdım. Bəli. 48 yaşında dünyasını dəyişdi Elnur. 2 ildir də. 49. 48 yaşında. Aha. 48 il, yarım əsrə bərabər. Gör nə qədər sənət qoyub gedib. Gör nə qədər ad qoyub. Gör nə böyük də. Adamlar var ki, 80 il yaşayırlar. Vallahi mənasız ömür yaşayırlar. Mən deməzdim ki, kiminsə ömrü mənasızdır. Düzdür, belə bu çox qlobaldır da, belə danışaq. Qlobal. Hələ özü bir cür fikirləşirdi şimdi. O qədər xoşuma gəlir. Necə qullu qızsınız, maşallah. Buyur, yaxşı danışırsan. Danışdırmaq üçün sual verirəm. Sizin balalarımızın hamısı belə ağıllıdır, maşallah. Deməzdim ki, kimsə ömrün mənasız yaşayır. Hər kəsin ömrünün mənası var. Mən heç deməzdim ki, düzdür, oralara getmək istəmirəm, amma Qızım, sən bu efir vasitəsilə bir çoxlarını çox Dərs gözəl verdin. dərs verdin, tərbiyələndirdin. Bəli. mən Mən almaq yaşım istəyirəm hələ səni. o deyil ki, mən kiməsə Sən çox istəmədən. Hamımızın cavabını verirəm. Sən baxma. Bildim ki, Aygündür, eyvah. Bəli, hamının cavabı Şad çox olsun yaxşı. Aygün'e. Çox təşəkkür edirəm hər birinizə. Mən sizə təşəkkür edirəm. Qızım, sənə xoşbəxtlik arzulayıram. mən də sizə. Mən səni xoşbəxt görürəm və xoşbəxt də görəcəm. Toyunda oynayacağam. Söz verirəm. Elnurla Leyla oxuyacaq. Mən də oynayacağam. Bax, sənin anan bir ömür yaşadı. Bayaq dedim, gözəl bir ömür yaşadı. Qürurlu ömür yaşadı. Bax, belə qürurla gəldi. Bir insan o ağrılarla sarayda 2 saat konsert vermək, canlı oxumaq, o ağrıları ki, mənə dedilər, arxada iynə vururdular, gəlirdi də. O ağrıları ki, o çəkirdi. Amma necə qürurla o konserti verdi. Hansımız hiss elədik ki, onun canı ağrıyır? Heç birimiz. Bax, məni izləyən tamaşaçılardan çoxsu da o konsertdə var idi. Hansınız hiss etdiniz ki, Aygünün canı ağrıyır? Heç biriniz. Çünki o canı, o ağrıları o səhnədə qurban elədi hər şeyi o musiqiyə. O musiqiyə hər şey qurban idi. Onun canın ağrısı da hər şey qurban idi. O səhnədə oxudu, yaratdı, sənət göstərdi. De qızım, nəsə deyəcəksən? Əslində ona görə də mən istəyirəm demək ki, indi bu dəqiqə ağlamağın mənası yoxdur. Çünki o orada, o səhnədə Allah ona seçim verdi. O da öz seçimini elədi. Canını musiqiyə verdi. Onun seçimini də mən kiməm ki deyim ki, o pis seçim elədi. O öz həyatını, öz istədiyi musiqiyə, öz istədiyi sənətə verdi. Mən də onun seçimini, mənə elə gəlir ki, hamımız onun seçimini qəbul etməliyik. Belə. Mən belə bir şey düşünürəm ki, hərdən zəng elim Aynur bacıma və Görüşək. deyim ki, Görüşək. biz görsək, Görüşək, oturaq gözəl söhbət eləyək. söhbətlər eləyək, biz biraz qidalanaq. Mən o qədər qidalandım bu Bizim dəqiqə. Cananın söhbətlərinə ehtiyacımız var. Həqiqətən. Mən hər birinizə təşəkkür edirəm. Mən sizə Elnur, təşəkkür sonda edirəm. səndən bir nəğmə istəyəcəm. Lamiyyət, çox sağ Deyin. olun. MTV kanalı olaraq, bütün rəhbərlik olaraq, bütün kollektiv olaraq təşəkkür edirəm ki, bu gözəl günü bizə bəxş etdiniz. Və mən canım, sənə də təşəkkürümü bildirirəm ki, sən gəldin. Həqiqətən Canın bugün onun fikirləri ancaq dərslərində, bugün hazırlaşır böyük bir müsabiqəyə getməyə, yəni dərsi ilə əlaqədar Azərbaycanın təmsilinə gedir, yəni.
Şükürlər olsun ki, uşaqlığından dövlət, necə ki anası balacalığından xalqımıza xidmət elədi. Övlad da elə indi uşaq vaxtlarından sırf Azərbaycanın təmsil eləyir. Mən arzulayıram ki, sənin səsin daim ucalardan gəlsin. Amin. Və çox sağ ol ki, bu momentində sən bu gözəl günü gəldin, keçirdin. borcum idi. Var olasan, mənim əzbalam, var ol. Allah səni xoşbəxt eləsin və mən sonda istəyərdim Lamiyə deyirəm. Leyla, çox sağ ol Leyla. Mən sizə təşəkkür edirəm. Leyla Məni bugün dəvət etdiniz. ağır bir çəkilişini təxirə salıb gəldi bura. Gəlməli idim. Mən Var təşəkkür olasın. edirəm hər birinizə. Lamiyə, çox sağ ol. Ən böyük təşəkkürüm bu gün Aygün bəylərədir. Bəli. Aygün bəylər, bugün 50 yaşın tamam olur. Gözəl dostum, gözəl bacım. Sənin doğum günün mübarək olsun. Bəli, biz bunu deyirik, sən dünyanı dəyişdin. Amma biz deyirik, sənin doğum günün mübarək olsun. Mənim qızım dedi ki, Canan qızım dedi ki, o kitabı anam orada bağladı. Biz də burada deyirik, filmin sonu. Aziz dostum benden küsüp incip ayrılıp yat kimi çıktı evimden. Aziz dostum benden küsüp incip ayrılıp yat kimi çıktı evimden. Dost giden yolları ot basıp indi. Dost giden yolları ot basıp indi. O gidip özüme gelebilmirem. Dost gidip özüme gelebilmirem. Nice nəğmə qoşum, necə dinməyim. Dost gedib özümə gələbilmirəm. Necə nəğmə qoşum necə dinməyim. Dost gedib özümə gələ bilmirəm. Elə bil əllərim yox olur mənim. Gözümün yaşını silə bilmirəm. Elə bil əllərim yox olur mənim. Gözümün yaşını silə bilmirəm. Gözümün yaşını silə bilmirəm. Dost çalan o sazı getirin mənim. Görün saz çalmakta necə mahirəm. Dost çalan o sazı getirin mənə. Görün saz çalmakta necə mahirəm. Elimdəyən kimi bircə telinə. Elimdəyən kimi bircə telinə. Simlər haray çəkib qırılır o dəm. Simlər haray çəkib qırılır o dəm. Necə nəğmə qoşum, necə dinməyim. Dost gedib özümə gələ bilmirəm.
gece nəğmə qoşmayım